Təşəkkür edirəm xanım sədr. Hörmətli xanım sədr, dəyərli həmkarlar və media nümayəndələri. Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sayəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair anlaşma memorandumu layihəsinə Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsində də baxılmış və plenar iclasa tövsiyə olunmuşdur. Komitəmiz adından layihənin mülki aviasiya sahəsində beynəlxalq münasibətlər nöqteyi nəzərdən əhəmiyyəti barədə məlumat vermək istərdim. Azərbaycan Respublikası 1992-ci ildə beynəlxalq mülki aviasiya haqqında 1944-cü il Chicago Konvensiyasına qoşulmuşdur və bu tarixdən etibarən Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatı ICAO-nun üzvü kimi beynəlxalq mülki aviasiya sahəsində qəbul olunmuş qayda və standartlara uyğun fəaliyyət göstərir. ICAO-nun beynəlxalq standart və tövsiyə olunan təcrübəsi 19 əlavə sənəddə toplanmışdır. Hər əlavə mülki aviasiyada spesifik bir sahəni əhatə edir. Təşkilata hər bir üzv dövlət öz milli qanunvericiliyini bu standartlara uyğunlaşdırmalı və ya tətbiq edilməsi mümkün olmayan beynəlxalq standartlar barədə müvafiq ölkə qanunvericiliyinə uyğun əsaslandırmaqla fərqi təşkilata bildirməlidir. Sözü gedən memorandumda ICAO-nun 17-ci və 9-cu əlavələrindəki beynəlxalq standartlara uyğunluğu təmin etmək məqsədi daşıyır və aviasiya təhlükəsizliyinin təmin edilməsi sayəsində beynəlxalq monitorinq və qiymətləndirmə prosesinə dair razılaşmanı təsbit edir. Qeyd edim ki, burada 17-ci əlavə məhz mülki aviasiyada qanunsuz müdaxilələrə qarşı mühafizə ilə bağlıdır. Qlobal baxımdan bu cür mexanizmlər ölkələrin beynəlxalq aviasiya təhlükəsizliyi sisteminə inteqrasiyasını gücləndirməklə yanaşı beynəlxalq uçuşların təhlükəsizliyi, sərnişin hüquqları və regional əməkdaşlıq üçün böyük əhəmiyyətə malikdir. ICAO tərəfindən keçirilən yoxlamalar ölkənin aviasiya təhlükəsizliyi üzrə mövcud imkanlarını qiymətləndirmək, standartlara riayət səviyyəsini təhlil etmək və aşkar olunmuş uyğunsuzluqları aradan qaldırmaq məqsədi daşıyır. Azərbaycanın mülki aviasiya sisteminin beynəlxalq standartlara uyğun işləməsi və təhlükəsizlik üzrə davamlı monitorinq və nəzarətə açıq olması ona beynəlxalq etimadı və etibarlılığı daha da artırır. Ümumilikdə bu sənəd Azərbaycanın ICAO ilə əməkdaşlıq mexanizmlərini daha da gücləndirəcəkdir. Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyası üzrə beynəlxalq mükafata növbəti dəfədə layiq görülən Azərbaycan Hava Yollarının mülki aviasiya təyyarələri ICAO standartlarına tam uyğundur. 2022-ci ildə ICAO tərəfindən Azərbaycanda uçuşların təhlükəsizliyinin idarəetmə sistemi üzrə aparılmış auditin nəticələri qlobal və Avropa üçün qəbul olunmuş orta göstəricidən hətta 5% də daha artıq olmuşdur və buna görə ICAO tərəfindən Azərbaycan hökumətinə təbrik məktubu ünvanlanmışdır. Əlavə olaraq ölkəmizin aviasiya sahəsində daha bir uğurunu qeyd etmək istərdim. Ölkəmiz ICAO-nun aviasiyada ekoloji cəhətdən təmiz yanacağın istehsalı və istifadəsi istiqamətində potensialı və əməkdaşlığın artırılmasına yönəldilmiş 2050-ci ilə gələk xalis sıfır karbon emissiyalarına nail olmaq öhdəliyini də götürmüşdür. Ötən il ölkəmizdə keçirilən COP29 iqlim konfransı zamanı ICAO ilə razılaşdırılan bu öhdəlik isə ACT-SAF proqramı çərçivəsində həyata keçiriləcəkdir. Layihə ilə bağlı komitəmizin rəyi müsbətdir. Həmkarlarımı layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.